Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyent izləyicilərimiz. Hər birinizi xoş gördük. Mən Fizika Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. 20 sualdan ibarət sınaq izahını sizlərə təqdim edəcəm. Belə ki, 10 açıq, 10 qapalı sualdan ibarətdir. Qəbul tipli testlərdir. Diqqətlə izləyin. Qeydlərinizi almağı da unutmayın. Belə ki, ilk sualımızla davam edirik. Uyğunluğu müəyyən edin. Deməli, Çənqaş kimdir? Sülalə üzvlərindən və əmirlərdən təşkil olunan qapalı məşvərətçi orqandır. Demək olar ki, burada dövlətin müharibə, sülh, taxt-tacı varisliyi, mühüm dövlət məsələləri həll olunur. Sədrəzəm kimdir? Vəqf əmlakına dini idarələri rəhbərlik təşkil edir. 2-yə B-ni yazırıq, 1-ə də C-ni yazıram. Çərik, Azərbaycan tayfalarından yığılan qızılbaş qoşunudur. C, B, A. Baxırıq, D variantı. Bəli. Növbəti sualımıza baxaq. 2. Göstərilən xüsusiyyətlərin aid olduğu dövlət xəritə sualıdır. Dünyada ilk dəfə parlamentli monarxiya 1688, Stuartlar sülaləsini idarə etməsi 1603-cü ildən etibarən. Levellər hərəkatı, xəritəni biraz yaxınlaşdırım. Söhbət hansı dövlətdən gedir? Təbii ki, İngiltərə. Yəni C variantı. 1730 Nadir xanın Osmanlı dövlətinə qarşı hərbi əməliyyatları dayandırma səbəbi Xorasanda Şah hökumətinə qarşı üsyandır. Və Nadir demək olar ki, 1735-ə qədər bu əməliyyatları davam edir və Osmanlı qoşunları 35-də Azərbaycan torpaqlarını tərk edəcək. Sual 4. 17-ci əsrin əvvəllərində Şimali Amerikada, burada D variantında ilk İngilis koloniyası 1607 Virginia. D variantı düzgündür. 5. Səlcuq dövlətindən fərqli olaraq Səfəvi dövləti, baxırıq, Şirvanşahlar dövlətinin varlığına son qoymuşdur. Təhmasib 1538. 6. Düzgün olmayan fikri müəyyən edin. Baxaq. Hindlərin zorla xristiyanlaşdırılması Taypinlər hərəkatına yanlışdır. Şliffen planına görə Almaniya iki cəbhədə müharibə aparmalıydı, düzdür. Berlin Konqresi San Stefan yenidən baxılır. 1-ci Triyek 1840-42 Nankin sülhü ilə başa çatır. Trafalgar dəniz döyüşündə İngilislər 1805-də qalib gəlirlər. Y də düzgündür, lakin A variantı yanlışdır. 7-yə baxırıq. Haylandur hunlarının Albaniyaya yürüş etməsinin səbəbi 462, 463, təbii ki, 2-ci Vaçenin dövründə baş verib. Aha. Səbəb nədir? Burada xristiyan dininin yayılması, Sasani hökmdarı Firuzun narahatçılıq səbəbidir və hunları Albaniyaya yürüş etməyə təhrik edir, hun tayfalarını. Sual 8. 17-ci əsrdə Azərbaycanda torpaq forması deyil, bilirsiniz ki, malcəhət nədir? Vergi, torpaq növü deyil. 9. Daha sonra baş vermişdir. Yəni, xronoloji ardıcıllıq. 1494 Şəməsi döyüşü. Teymurun ilk yürüşü 1386, Əbhər sazişi 1500, Azərbaycanın Cəlali dövlətinin tərkibinə daxil olması 1359, Hülaki dövlətinin süqutu isə 1357. Daha sonra hansıdır? 1500, Əbhər sazişi. Ağqoyun dövləti Əlifənd və Murad Mirza arasında 2 yerə parçalanmış olur. 10. Parisdə törədilmiş 1572 Papa tərəfindən, İsa cəmiyyət tərəfindən protestantlara qarşı Varfolomey gecəsi. Baxın, hadisə Parisdə törədilib. Xəritə sual kimi düşə bilər. 10 qapalı sualımız bitdi. 11 açıq sual. Açıq sualları işlədikdə daha ehtiyatlı olun. Çünki bir variantı götürmədiyiniz halda, yenə düz götürdükləriniz də əldən getmiş olur, belə deyim. Yunan layihəsi 18-ci əsrin 2-ci yarısında irəli sürülür. Burada nəzərdə tutulur Osmanlı dövlətinin Avstriya, Rusiya arasında bölüşdürülməsi,
Bizans imperiyasının bərpa edilməsi, yəni 2-4 doğrudur. Sual 12. Abbasın Araz boyundakı əhalini Səfəvi dövlətinin şərq vilayətlərinə köçürməkdə məqsədi nədir? Baxaq. Osmanlı dövlətinin Azərbaycanın içərilərinə doğru irəliləməsinin qarşısını alması, bəli, bu siyasi səbəbdir. İqtisadi isə şərqdən Avropaya gedən ticarət yolunu İran körfəzi limanlarına köçürmək, bununla da Osmanlını iqtisadi gəlirlərdən məhrum etmək məqsəd daşıyır. 2 və 3. 13. Xranjardıcıllıq. 100 illik müharibənin başa çatması 1453. Ərəblərin Cəbəltariq boğazını ələ keçirməsi 711. Otto, Bizans, daha doğrusu Roma imperatoru, müqəddəs Roma imperiyasının yaranması 962. Qaysins döyüşü 1066, mərkəzləşmiş İngiltərə əsası qoyulur. 2, 3, bəli, 4-1. Bizim erada ən kiçik rəqəmdən başlayaraq artan sırada davam edirsiniz. 14. Qazan xanın məhkəmə islahatına əsasən. Alqı-satqı işlərində bəli qanun qayda yaradılır. Daha sonra 30 illik tarixə malik olan iddialar öz qanuni qüvvəsini itirmiş olur və qazi vəzifəsinə layiqli din adamları təyin edilir. 1, 4, 5. Daha diqqətli olmalısınız ki, hər hansı bir variantı götürmədiyiniz təqdirdə sual yanlış hesablanacaq. 15. Belə yaxınlaşdıraq. Uyğunluğu müəyyən edin. Baxaq. Rusiya Osmanlı, Osmanlı Səfəvi, Səfəvi Rusiya. Maraqlı bir sualdır. Rəş müqaviləsi Səfəvi Rusiya arasında imzalanıb. 3-ə A-nı yazdıq. Kirmanşah isə Osmanlı Səfəvi. Yəni 2-yə B-ni yazırıq. Nabur 1727 Rus-Osmanlı arasında. Bağdad Osmanlı Səfəvi 1733. Bəli. Gəncə müqaviləsi Gəncə Rusiya Səfəvi. Yəni Y. S, B-də A-yı sualın doğru cavabı olacaq. 16. Tverqraq yeni torpaq qanununda nə nəzərdə tutulur? Varlı Romalılar istifadə etdiyi torpaqların ölçüsünə məhdudiyyət qoyulur. Və yoxsullara da ixtiyarında olan torpaqların alınıb satılması qadağan edilir. 2 və 4. 17-ci sualımızla davam edirik. Qəsr-i müqaviləsi 1639 İrəvan Səfəvi dövlətində qalır. Şərqi Anadolu isə Osmanlıya verilir. Deməli 1 və 3 doğrudur. Sual 17. Uyğunluğu müəyyən edin. Mərv qurultayı 1040. Əbhər sazişi 1500. Ərzincan müşavirəsi də 1500-dədir. Deməli, Sara Xatunun Osmanlı Sultan Mehmetləvi aid deyil. Səlcuqların qərbə şərqə yürüşü Mərv qurultayı B-ni yazaq. Daha sonra Osmanlı Ağqoyun dövlətinin parçalanması Əbhər sazişində 2-yə yazıram. Əlvənd Murad arasında. İsmail Xorasanı öz hakimiyyəti altına alır. Heç birinə aid deyil. Amma Ərzincan müşavirəsində iş zərbəni Fərrux Yasara vurmaq qərarına gəlir. B, C, Y düzgün variant olacaq. Sual 19. Bəli, sual 19. Xranjardıcıllıq. İspan ordusunun Granadanı işğal etməsi 1492 Birləşmiş Ərəblər Pirney yarımadasından tamamilə qovulurlar. İngiltərədə parlament 1365 Seliki nümayəndəli orqan. Jeanne d'Arc 1429 100 illik müharibədə Fransanın xeyrinə geri dönüş yaranır. Ədirnənin paytaxta çevrilməsi 1362 Sultan Muradın dövründədir. Ardıcıllıq deməli 2, 4, 3, 1. Belə. Uyğunluğu müəyyən edin. Son sualımız Şirvanşahlar, Qaraqoyunlu, oxşar fərqli cəhətlər. Baxaq, Teymurilərə qarşı mübarizə aparılması təbii ki, hər ikisinə aid oxşardır. Dövlət A variantı oxşar.
Səlcuqların vassalına çevrilib Şirvanşahlar dövləti Səfəvilərlə döyüşdə qalib gəlir. Səfəvilərlə Hüseyni oxşar cəhət götürən söhbət Samur döyüşündən gedir. Eldəniz dövləti ilə dostluq münasibəti Şirvanşahlara aiddir. Ağqoyunlular tərəfindən süqut olunub Qaraqoyunlu dövləti belə. BDY Aysi. BDY Aysi. Bəli, dəyərli fes izləyiciləri, izahın sonu. İnşallah ki, sizin üçün xeyirli olar. Qəbul imtahanına, blok imtahanına bu son günlərdə suallar haqqında başa düşmədiyiniz hər hansı bir məsələ olsa, rəy bölməsində gözləyirik. Hər birinizi uğurlar.